Salam, hər vaxtınız xeyir. Dünyada və ölkədə baş verən vacib xəbərləri təqdim edirik. Xəzər dənizində 5,3 bal gücündə zəlzələ olub. Bu barədə Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə yerli vaxtla 13:05-də qeydə alınan zəlzələnin ocağı 70 km dərinlikdə olub. Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçalada 4,3 bal gücündə hiss olunub. Amerika Demokratları Konqresdə ABŞ prezidenti Donald Trumpın impiçmentini müzakirə etməyə başlayıblar. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə onun vəzifədən uzaqlaşdırılması tələbinin səbəbi İrana qarşı müharibənin başlanması olub. Portalın mənbələri iddia edir ki, Konqres üzvləri bununla bağlı səs verməyə başlamağı düşünürlər. Türkiyə parlamenti 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsini nəzərdən keçirməyə başlayıblar. Türkiyə mediasının yaydığı məlumata görə, təşəbbüs platformalarda yaş təsdiqləmə sistemlərinin tətbiq edilməsini, valideyn nəzarəti sistemlərinin təmin edilməsini, həmçinin şirkətlər tərəfindən zərərli hesab edilən məzmunlara dərhal reaksiya verilməsini tələb edir. Türkiyə hökuməti hesab edir ki, təklif hər cür təhdid və zərərli məzmundan yaranan onlayn riskləri azaltmaq, eləcə də uşaqların məxfiliyini qorumaq məqsədi daşıyır. İranın Mehr Agentliyi İranın ABŞ və İsrail ilə atəşkəs üçün 10 maddəlik təklifini dərc edib. 10 maddəlik təklifə bunlar daxildir: İrana qarşı təcavüzdən imtina etmək, Hörmüz boğazı üzərində İranın nəzarətini qorumaq, uranın zənginləşdirilməsinin qəbul edilməsi, bütün əsas sanksiyaların ləğv edilməsi, bütün ikinci dərəcəli sanksiyaların ləğv edilməsi, BMT Təhlükəsizlik Şurasının İranla bağlı bütün qətnamələrinin ləğv edilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün qətnamələrinin ləğv edilməsi, İrana kompensasiya ödənilməsi, Amerika qoşunlarının bölgədən çıxarılması, Livanda Hizbullaha qarşı müharibədə daxil olmaqla bütün cəbhələrdə müharibələrə son qoyulması.